Evin fon görünüşünə baxın. Möhtəşəm. Dörd bir tərəfində rahatlıqca gezə bilərsiniz. Həyətinə də rahatlıqca 3-4 maşın daxil olan bir evdir. Evimiz şəxsi evdir. Bu tərəfdən də göstərirəm sizə. İstili sistemi kombidir. Kombi ilə mətbəx mebeli təbii ki qalacaq. Evində torpağın kupçası əldə. 2 sota yaxın möhtəşəm bir evdir. Bax, evimizin foyesidir, kiverin geniş. Sizə bir mətbəxini göstərəcəm. İnanın, bu irliyində mətbəx heç bir evdə yox. Təxminən 3,5-ə mətbəxidir. Zal otağını göstərirəm sizə. Fikir verin. Təxminən bu da 4 metrdən yuxarı enidir, 7 metrdə uzunudur. 4 metrdə bu evin aynasıdır. Evimiz 4 otaqdan ibarətdir. Evin də torpağında kupçası əldə. Bax tərəfindən kimləri plywoodsa, rahatlıqla bu evdə sahib ola bilər. Sizi sanitar qoşan irliyini göstərirəm. Bax, burada da qəşəng bir dənə şkaf yığa bilərsiniz. Qalxıq evimizin ikinci mərtəbəsinin təqdimidir. Yerləşmə yeri Xırdalan şəhəri. 5 nömrəli məktəbin tam yaxınlığındadır. Aşağıda zalı necə gördünüzsə, eyni ilə üst qatda bu evin yataq otağı. İrliyinə baxın. Bax, bu boy yataq otağı. 135 minlik evdə harbi görürsünüz. Bəli, bu evin qiyməti 135 min manat. Start qiymətli. Fikir verin. Qapıları bax, ağ, bu şəkildədir. Sadəcə eyvanın burada açarı yoxdur, göstərə bilmirəm sizə. Xırdalan şəhəri 5 nömrəli məktəbin arxasında. Möhtəşəm təklifdir. Bax, bu evi qaçırmayın. Ara mərtəbəsi beton monolit. Xırdalan 5 nömrəli məktəbin bir daha gedir, lap yaxınlığında. Yaxınlığında demək, marketlərdə mövcuddur. Əlavə məlumat üçün linkdə nömrəmi qeyd edirəm. Şəxsən mənimlə müraciət edə bilərsiniz. Kanala abunə olmağı unutmayın. Məndən bu qədər. Sağ olun.